Həm sosial şəbəkələrdə, həm də real söhbət zamanı neqativ hadisələr insanların diqqətini daha çox çəkir. Acı hadisələr, şikayətlər, mübahisələr daha çox yayılır və sosial platformalarda da məhz belə məlumatlar daha çox şərh bəyənmə toplayır. Bəs bu qədər çox neqativə köklənməyimizin səbəbləri nələrdir? Mütəxəssislərə görə bu halın cavabı insan beyninin təkamül yaddaşında gizlənir. Qorunmaq, təhlükədən xəbərdar olmaq və sağ qalmaq üçün beyin neqativi ön plana çıxarmağa vərdiş edib. Başqa sözlə insan beyni mənfi xəbərləri daha sürətli emal edir və daha uzun müddət yadda saxlayır. Sosial şəbəkələr isə bu instinkti daha da gücləndirir. Psixoloq Qətibə Abdullayeva deyir ki, əsəb, qorxu, təəccüb kimi emosiyalarla yüklü paylaşımlar alqoritmlər tərəfindən önə çıxarılır. Nəticədə istifadəçilər daha çox neqativ məzmun görür və paylaşır. Bu isə bir növ emosional domino effekti yaradır. Neqativ hadisələr beynimizdə bizdə qorxu hissinə qarşı müdafiə mexanizmi yaradır. Ona görə də insanlar düşünür ki, həyatımda mənim belə bir hadisələr baş versə, mən özümü necə qoruya bilərəm və ona görə də bu məlumatlar daha çox köklənir və sosial şəbəkələrdə insanlar adətən mənfi məlumatlara daha çox köklənirlər deyə. Baxış sayı daha çox olduğu üçün qarşımıza çıxan məlumatların da əksəriyyəti daha çox neqativ məlumatlar olur. Neqativ məlumatlar bizim zaten psixologiyamıza da mənfi təsir göstərir. Bu həm nəinki psixologiyamıza, həm də fiziksel problemlər də bizə yarada bilər. Məsələn, insanlar iştahı kəsilə bilər, yuxu pozuntusu yarana bilir, psixoloji olaraq stresə düşə bilir, depressiyaya düşə bilir. Gündəlik söhbətlərdə də oxşar tendensiya müşahidə olunur. İnsanlar daha çox qəza, xəstəlik, ölüm, ayrılıq, davadalaş kimi mövzuları müzakirə edir. Çünki bu hadisələr həm emosional maraq doğurur, həm də bir növ hazırlıqlı olma ehtiyacından irəli gəlir. Əgər sosial şəbəkələrdən və yaxud da ki, məlumatlardan neqativ məlumatları alıramsa, günlük olaraq öz məlumatlarımı, bu məlumatları özümdən uzaqlaşdırmağa çalışmalıyam. Məsələn, gün ərzində saat 8-dən sonra mən sosial şəbəkəyə baxmayacağam. Belə olduğu halda bunu özümə vərdiş halına keçirməyə çalışıram və hər gün özümə verəcəyim bir sual var. Baxdığım bu məlumat məndə hansı hissi yaradır və mənim həyatıma nə qədər keyfiyyət yaradır, nə qədər mənim həyatım üçün yetərlidir, dəyərlidir, həyatımda nə önəmli bir şey yaradır. Əgər bu mənim həyatımda önəmli deyil də, mənə daha çox mənfiyə, pis hadisələrimə səbəb olursa, onu həyatımdan çıxartmağa çalışmalıyam və köklənməliyəm təbii ki, müsbət məlumatlara. Mütəxəssis həmçinin qeyd edib ki, neqativə həddindən artıq fokuslanmaq uzunmüddətli stress, ümidsizlik və sosial münasibətlərdə gərginlik yarada bilər. Bu səbəbdən bəzən xoş xəbərlərə də eyni diqqəti göstərmək, balans yaratmaq psixoloji rifah üçün vacib sayılır. Ayşən Sərdar qızı, Səbuhi Mustafayev, Xəbər Ertəsi.